Viye teoremi 44-cü sualdan başlayaq. 44. X kvadrat plus px minus 3 bərabərdir 0. Yenə Viye teoremini tətbiq edirik. Mənfi p. X1 vur x2 mənfi 3-ə bərabərdir. 3 bölünsün x1, 3 böl x2 bərabərdir 6. Ortaq məxrəc tapaq x1 və x2. 3'ü vursan x2'ye 3x2, 3'ü vursan x1'e 3x1 bərabərdir 6. Buradan x1 vur x2, 3'ü də ortaq çıxardaq, x1 plus x2 bərabərdir 6. Yerinə qoyaq. 6 ilə buradan 3'ü ixtisarlaya bilərik də, bilirsiniz. Burada 2 alınır. x1 plus x2 mənfi p'dir. Bu da 3'dür, bərabərdir 2. P bərabərdir mənfi 6. Yaxşı. 45-ci suala bax. X kvadrat plus 7x plus m kvadrat minus 3 bərabərdir 0. A əmsalı 1'dir, B əmsalı 7'dir, C əmsalı m kvadrat minus 3'dür. Deyir, tənliyin köşləri qarşılıqlı tərs ədəddir. Birinci qarşılıqlı tərs ədədləri yadımıza salaq. Demişdik ki, hasili 1'ə bərabər olan ədədlərə qarşılıqlı tərs ədədlər deyilir. Məsələn, 5'də 2 və 2'də 5 qarşılıqlı tərs ədəddir. Niyə? Çünki vuranda 2'lər 2 ilə 5 5 ilə gedir. Cavab necə olur? 1. Məsələn, kök 5 minus 2 və kök 5 plus 2 qarşılıqlı tərs ədəddir. Çünki vuranda cavab necə olacaq? 1. Demək, bu tənlikdə də qarşılıqlı tərs ədədlərdirsə, demək, qarşılıqlı tərs ədədlər deyəndə C-yi 1 eləyəsən. Çünki C dediyimiz bizim hasildə axı, ona görə hasil 1 olmalıdır. Demək, m kvadrat çıx 3'ü bərabər elirsən 1'ə. M kvadrat bərabərdir 4, m-i alırsan plus minus 2. Və salam, qutardım. 46 da elədi. 47-ci suala baxaq. 47-də x kvadrat plus m kvadrat minus 2m x minus 7 bərabərdir 0. A əmsalı 1'dir, B əmsalı m kvadrat minus 2m'dir, C əmsalı mənfi 7'dir. İndi deyək ki, tənliyin köşləri qarşılıqlı əks ədədlərdir. İndi qarşılıqlı əks ədədləri öyrənək. Məsələn, 5'in əksi mənfi 5'dir. Mənfi 5'in əksi nədir? Müsbət 5. Toplasaq, islah gedir, 0 verir. Toplasan, islah gedir, 0 verir, verir. Demək, əks ədədlərin cəmi nə olur həmişə? 0 olur. Viye teoremində cəm nə idi? B. Demək, B-yi neyniyəsən? 0'a bərabər eləyəsən. Demək, m kvadrat çıx 2m-i bərabər eləyəsən 0'a. M-i ortaq çıxardırsan, aha, m-in qiyməti 1 0'dır. Bir də m neçəymiş? 2. 0 və 2. Və salam. Demək, qarşılıqlı tərs ədədlər desə, tərs ədədlər deyəndə C əmsalını 1'ə bərabər eləyəsən, qarşılıqlı əks ədədlər desə, B əmsalını nəyə bərabər eləyəsən? 0'a bərabər eləyəsən. Yadında saxla. Yaxşı. 47-ci 49'a baxaq. X kvadrat minus 7x plus 1 bərabərdir 0. Yenə Viet teoremini tətbiq edək. Yəqin ki, öyrəndim Vieti. x1 vur x2 nəyə bərabərdir? 1. Bizdən soruşub kök altda x1 plus kök altda x2. Kvadrat kökləri biz keçmişik. Dəfələrlə demişik ki, kök altıdan azad olması üçün kökün dərəcəsi nədirsə, həmin qüvvətə yüksəltmək lazımdır. Bizdə də köklərin dərəcəsi 2 olduğu üçün bunu ikinci dərəcədən qüvvətə yüksəldirik. Başlayırıq aşmağa. Birincinin kvadratı, təbii ki, kvadrata yüksəldəndə kök islah gedir. Üstə gəl ikincinin kvadratı, üstə gəl 2 vurulsun birinci və ikincinin hasili. x1 üstə gəl x2. Bax, burada yazıbsan. Neçədə? 7. Üstə gəl 2 vurulsun. x1 vur x2 neçədə? 1. 2 vur 1. Topladın 9 aldın. Demək, alıbsan ki, kök x1 plus kök x2'nin kvadratı 9'dur. İndi kvadrat getməlidir. Axı, səndə kvadrat soruşmur. Kök x1 plus kök x2'ni soruşur. Bunun da cavabı neçə olacaq? 3 olacaq. İndi birdən deyərsən ki, kvadratdır, plus minus 3 olur. Bu da kökdür, bu da kök. Kök 6'da toplayanda heç vaxt mənfi olmaz. Ona görə bunun cavabı həmişə müsbət olmalıdır. 51'ə çox diqqətli ol. İmtahanlara salına biləcək bir qəşəng, gözəl sualdır. Aha. x1 üstə gəl x2 mənfi 5'dir. x1 vur x2 mənfi 3'dür. Sənə deyir ki, x1 x2'dən böyükdür. Sən fikir ver, gör hələ bax, vuranda mənfi 3 alınıb. Sən bilirsən ki, vurma nə vaxt mənfi olar?
Demək, ya bu müsbət, bu mənfi imiş, ya da bu mənfi, bu müsbət imiş. Düz deyil. İkisi müsbət olsa mənfi olmaz, ikisi mənfi olsa da olmaz. Sildim. İndi sən də deyir ki, x1 x2-dən böyükdür. Demək, onda x1 müsbət imiş, x2 nə imiş? Mənfi imiş. Burasını başa düşdün. Əsas məsələnin işin budur. Bax, buna diqqətli ol. İndi misalımızı həll edirik. Köçdük. Yazdıq. Dəfələrlə izah eləmişəm. Müsbətdirsə müsbət qalacaq, mənfidirsə mənfi atasan qabağına. x1 müsbətdir, müsbət olaraq saxla. Moduldakına. Bu şərtlər ancaq modullara aid. Yəni bu məxrəzlərlə sənin işin ola bilməz. x1 qaldı. Bura fikir ver, modulda x2-dir. Sən deməyibsən ki, x2 mənfidir. Ona görə burada bir mənfi var, bir dənə də mənfi gəldi atdı qabağa. Ortaq məxrəz tapırsan x1, x2. x1, x1-ə vursan x1-in kvadratı, x2-in x2-yə vursan x2-in kvadratı. Törəmə düsturudur, tətbiq elə. x1 plus x2-nin kvadratı minus 2x1, x2. Məxrəzdə də x1 vur x2 bərabərdir. x1 vur x2 mənfi 3-dür. Cəmdə mənfi 5-dir. Bura mənfi 5-dirsə kvadrat olur 25. Çıx 2 vur x1 vur x2 də mənfi 3-dür. Və salamda hesabla geçsin də 31 mənfi 3. 53-ü izah eləmişəm. Tənliyin kökləri əksəriyyətlərdir. Götürəsən B əmsalını 0-a bərabər eləyəsən. 54-ə bax. X kvadrat çıx 4x plus c bərabərdir 0. Deyək, tənliyin köklərindən biri, yəni x1-i 2 plus kök 5-dir. Yenə dəfələrlə qaydada izah eləmişəm ki, əgər tənliyin köklərindən biri irrasionaldırsa, digər kökü də irrasional olacaq. Digər kökünü tapanda kök altı olan ədədin işarəsini dəyişəsən. Belə deyək də, x1-in mənfi b plus, tutaq ki, kök altda x nədir, b, a deyirəm, aha. Mənfi b plus kök adırsa, x üçün olacaq mənfi b çıx kökə. Fikir versən, bunlarla işim yoxdur, ancaq kök altıların işarəsini dəyişməlisən. Yaxşı da yormayım səni. Bir də deyirəm, 2 plus kök 5 idisə, 2 olduğu kimi qalacaq, sadəcə köklərin işarəsini dəyişəsən. Səndən C soruşub, C dediyin x1-i x2-yə vurmaq deyildi. x1-in də var, x2-in də var burada. 2 plus kök 5'i vur, 2 minus kök 5'e. 1 plus 1 minus olanda plusu silip kvadratları yapıştırırsan. 4 çıx 5 necə elədi? Mənfi 1. 55'e bax. 0 kiçikdir m, kiçikdir n. Oxunuşunu səhv oxuyuram. Bax, m böyükdir 0-dan, kiçikdir n-dən olmalıdır. mx kvadrat minus m plus n x plus n bərabərdir 0. Tənliyin böyük kökünü soruşur. Tamam. Gəlin belə eləyək. Kvadrat tənlikdə ax kvadrat plus bx plus c bərabərdir 0 tənliyində. Demişdim ki, a, b, c toplayanda 0 verirsə, tənliyin bir kökü həmişə 1 olur, ikinci kökü c bölünsün a olur. Bu bir qayda var idi. Gəlin yoxlayaq görək. A misalı m'dir. M üstə gəl b deyir də, yəni mənfi m minus n. Qarşısında mənfi var, axı işarələr. Plus n. Burada n'lər islah gedir. M'lər də getdi. 0 aldın. Demək, əmsalların cəmi 0-dırsa, onda bu tənliyin bir kökü neçəymiş? 1. İkinci kökdə c böl a. C budur. N. A da hansıdır? M. Qutarda da səndən nəyi soruşur? Böyük kökünü. N böl m'dir da. Yaxşı. 56-cı sualı köçürt. Tamam uşaqlar, 56-cı suala baxaq. Demək, deyək ki, x kvadrat çıx 7x plus 5 bərabərdir 0 verilib. Tənliyin kökləridir. Deyək, tənliyin kökləri x1 plus x2, x2 plus 2 olan çevrilmiş kvadrat tənliyin tap, əmsalların cəmini. Tamam. Bayaq buna aid biz misallar yazmışdıq da. Belə deyək, demək buna bir köküddə T1 kökü deyək. T1 bu olsun, T2 də bu olsun. Bir də buradan V teoremini tətbiq eləyək. Yenə bir qıraqda qalsın. x1 vur x2 neçədə 7, x1 üstə gəl, x2 nəyə bərabərdir? 5-ə. Bu hazır qalıb. İndi tənliyin kökləri verəndə bayaq dedim V teoreminin tərs teoremi var. Demək bir dəfə T1 ilə T2-ni toplayasınız.
Yəni x1 plus x2-nin üstünə x2 plus 2 gələsiniz. Buradakı x1 ilə x2-nin cəmi 5-dir axı. 5 üstəgəl 2 ilə də 2 4-dür deyə 9 oldu. Bir də T1-i vuraq T2-yə. Yəni x1 üstəgəl 2-ni x2 üstəgəl 2-yə vuraq. x1 x2-yə vurarsan x1 x2 üstəgəl. x1 2-yə vurarsan 2 dənə x1, sonra 2-ni vurarsan 2x2 üstəgəl 4. x1 x2 üstəgəl 2-ni çıxartdın. x1 plus x2 üstəgəl 4. x1 vur x2 viyyətə görə tapıbsan burada bax 7-dir. Üstəgəl 2 vur x1 plus x2 5-dir. Üstəgəl 4. 10, 17, 4. Buradan 17 ilə 4 neçə elədi? 21. İnşallah hesablama səhvi eləməmişəm. Tamam. İndi tənliyimizi quruq. X kvadrat üstəgəl bx plus c deyildi. Tənlik b toplamaydı. Toplamada neçə alıbsan? 9. 10 əksin qoyarsan. Mənfi 9. C-də vurmadı. Vurmada neçə aldım? 21. Üstəgəl 21. Bərabərdir 0. İndi deyək ki, çevrilmiş kvadratların əmsalların cəmi. Bunun əmsalı burada 1. Üstəgəl. İkinci əmsalı mənfi 9-dur. Üçüncü əmsalı 21-dir. Vəssalam. 58-ci suala baxaq. X kvadrat plus bx üstəgəl 3b minus 10 bərabərdir 0. Birinci viyyət teoreminə görə x1 üstəgəl x2 x-in qarşısındakının əksi, yəni mənfi b-dir. x1 vur x2 isə x olmayanlar, yəni c əmsalıdır. 3b minus 10-dur. Cəm də var, hasil də var. 58-i indi oxursan ki, hasil bu cəmin 2 mislinə bərabərdir. Demək 3b minus 11 cəmimiz mənfi b deyil, 2 mislinə bərabərdir. Burasını 2-yə yəni. Vəssalam, bunu keçdirsən bu tərəfə 3b 10 deyib bu bağışda. 3b minus 10. Aha. Keçdirsən bu tərəfə 3b plus 2b bərabərdir 10-a. Buradan 5b bərabərdir 10. B-in qiyməti olur 2. Vəssalam. 60-a bax. X kvadrat plus 7x plus 2 bərabərdir 0. Deyək, tənliyin köklərin kvadratların cəmi, yəni x1 plus kvadrat, x2 kvadrat 25-dir, 200 soruşur. Gəl yazaq da, x1 üstəgəl x2 mənfi 7-dir. x1 vur x2 nəyə bərabərdir? 2-yə. Bu düsturda tətbiq eləyək. x1 plus x2-nin kvadratı minus 2x1 x2. Törəmə düsturunu yazdın. Qoy yerinə də indi. Bu mənfi 7-dir. Kvadrat eləyik 49 çıx. 2 3 bərabərdir 25. Buradan 2-yi tap. 2 2 bərabərdir 24-də. 2-ün qiyməti neçə oldu? 12. 61-də eynidir. 62-ci suala baxaq. X kvadrat plus 5x plus 2 bərabərdir 0. x1 ilə x2-nin cəmi mənfi 5-dir. x1 vur x2 müsbət 2-dir. İndi bax görələr, toplayanda mənfi verib ədədlər, vuranda müsbət eləyir. Bunların ikisi müsbət olsa olar, amma burada müsbətlə müsbəti toplasa mənfi verməz, sildim. Nə vaxt olur bir də? İkisi mənfi olsa, bu da mənfi olsa, bu da mənfi olsa, vuranda müsbət, mənfi ilə mənfi toplayanda mənfi. Demək, x1 də mənfi imiş, x2 də nə imiş? Mənfi. Misalın əsası budur, bax. Vəssalam, indi başlayırsan həll eləməyə. 9 x1 kvadrat x2 kvadrat üstəgəl x2-nin kvadratı. Kvadrat köklə gedir, modulda x1. 9 qalır. Bunlar kvadrat getdi, modulda x1, x2. 9 qalmır. Daha doğrusu 9-da kökdəymiş, mən səhv götürmüşəm. 9-dan 3 çıxdı. Aha. Sonra üstəgəl kvadrat gedir, modulda x2. Deməmişdim, mənfi olanda sən də mənfi at qabağına. Mənfi x1. İndi buna mənfi atıb, buna da mənfi atsam, onsuz da toqquşur, müsbət olur. Ona görə 3. Buna mənfi atırsam, minus x2. Bu ikisindən mənfin qoy eşiyə olsun x1 üstəgəl x2 üstəgəl 3. Mənfi x1 üstəgəl x2 mənfi 5 deyibsən. Üstəgəl 3. 5-in də üstünə 3 gələsən, cavab neçə olacaq? 8 olur. Diqqətli ola, çətin sualdır. Yəni, diqqət tələb edən sualdır, belə deyim, çətin deyil. 64. X kvadrat minus px plus 49 bərabərdir 0. x1 üstəgəl x2 p'dir.
x1 vurulsun x2 49'dur. D kök x1 plus kök hətta x2 bərabərdir 8-ə. Dəfələrlə demişəm ki, kök 6 gördün kvadrata yüksət. Birincinin kvadratı üstəgəl ikincinin kvadratı üstəgəl birinci və ikincinin hasili. Bərabərdir 64. x1 plus x2 p deyil. Bunun yerinə p'yi yazda. Üstəgəl 2. x1 vur x2 49'dur. 49'dan neçə çıxır? 7. Bərabərdir 64. P də bərabərdir 64 minus 14. Tapdın da nə var ki burada? 60 neçəyə baxaq? 66. 65 asandır. Mötərizəni vurub açıb qoyasın yerinə. X kvadrat minus 8x plus 4 bərabərdir 0. VT yaz. x1 plus x2 nəyə bərabərdir? 8. x1 vur x2 nəyə bərabərdir? 4'ə. Hə, tamam. D tənliyin kökləri m və n-dır. Tamam, daha asan olacaq onda. Tənliyin kökləri x deməmişdim uşaqlar. X m-dır, bir dənə də x-imiz n-dır. Gəl indi x-in yerinə m qoy. M-nın kvadratı çıx 8m üstəgəl 4 bərabərdir 0. Buradan m kvadrat çıx 8m-yi tapa bilərsən. Nəyə bərabər olacaq? Mənfi 4'ə. İndi bu qalsın əbrə qədər. Tamam, bir dəfə də neynəyəsən? N-yi qoyasın. Gəl bir dəfə də n-yi qoyaq burada. N kvadrat çıx 8n üstəgəl 4 bərabərdir 0. 2 dənə bu tənliyi aldın. Asan. İndi 40m bölünsün m kvadrat üstəgəl 4 çıx 24 bölünsün n kvadrat çıx 8-ni. İndi mənə m kvadrat üstəgəl 4 lazımdır. İndi bu tənliyə bax hələ. 1 qoyduğumu buna. Burada m kvadratla 4'ü saxlasam bərabərdir. Bu 8 keçdirəm bu tərəfə müsbət 8m olsun. Yazıram indi 40m böl 8m. Çıx. 24 qalır. İndi məxrəcdə nə var burada? N kvadrat çıx 8-ni. Burada indi həll edirəm. N kvadrat çıx 8-ni 4'ü sağa keçsəm mənfi 4 edir. Bu da mənfi 4'dür. M'lər gedir 40 ilə 8 gedir. 5 üstəgəl 6 olur. Çünki bu mənfidir. Bu da mənfi 9'dur. 11 oldu. Yaxşı, 67-ci suala baxaq. X kvadrat minus b minus 3x çıx b plus 2 bərabərdir 0. x1 ilə x2-nin cəmi ortadakının əksi idi. Mənfidirsə, demək bu elə b minus 3 olur. Mənfisi silinir də. x1 vur x2 isə buradakının özü olur. Yəni mənfi b plus 2. Bu da gözəl görsənsin deyə 2 minus b yazıram. Eyni şeydir də, yəni heç bir şey dəyişməmişəm. Deyək, tənliyin köklərinin kvadratlar cəmi ən kiçik olsun. Tamam, tənliyin köklərin kvadratları cəmi budur da. Çevirmə düsturu yazırsan. Çox gözəl, asan. İmtihana da dəfələrlə düşmüş sualdır. Aha. x1 plus x2 b minus 3'dür. Çıx 2 vurulsun. 2 vurulsun. x1 vur x2. Yəni 2 minus b bərabərdir. Mötərizəni açaq. B kvadrat minus 6b. Düzdür, uzun gəlir, amma burada heç düşünüləcək bir şey yoxdur. Hamısını pap yerinə qoyuruq, sadə misal olur. Olur b kvadrat minus 4b plus 5. Aldın kvadratik ifadə. İndi deyək ki, b parametrinin hansı qiymətində? Dəfələrlə demişdim ki, ən böyük qiymət, ən kiçik qiymət harda görürsünüzsə, ya m tapılır, ya da belə deyək də m və n-dən istifadə edirik. Demişdim ki, hərfin ən böyüyünü və ya ən kiçiyini soruşursa, onda m edirsiniz, m. Sadəcə ifadənin, qısada ifadənin, funksiyanın ən böyük qiymətini və ya ən kiçik qiymətini soruşursa, onda n yazırsınız. Bizim sualımızda cümlənin başına bax, deyib b parametrinin hərfi soruşdu səndən. Deməli, sən bu düsturda m-i tapmalısan. Mənfi 4, düsturu birinci yazın, bəlkə yadından çıxıbdır sən. M bərabərdir, mənfi b bölünsün, 2a-dır düstur. Aha, b-in mənfi 4'dür deyə, mənfi 4 böl 2a bölürsən 2'yə. Cavab necə oldu? 2. N nə idi? Yadımıza salaq. N də 4ac çıx b kvadrat bölünsün 4a. Əgər məsələdə b parametrinin hansı qiyməti deməsəydi, sadəcə tənliyi köçürüb desəydi ki, tənliyin köklərinin kvadratlar cəmi ən kiçik qiymət alsın,
onda buradakı bu eni tapacaktın. Başlığında m parametr dediyinə görə m tapırsın, m. Bax 68-də oxursan, m parametrin hansı? Yenə m soruşur deyə sən də m tapasan. 69-da m parametrin hansı qiyməti? Yenə hərfi soruşubdur, yenə m tapasan. 70-ə bax. 2y çıx 1 böl 7 bərabərdir 1. Çox sadə tənlik veribdir. Bunu həll edirsən. 2y bərabərdir 8. Y-in qiyməti olur 4. Sonra deyir ki, tənliyin kökü bu biri tənliyin kökünə bərabərdir. Fisoda nə var buradakı? Aha. Tənliyin kökü demir. Bu kök deyil. Tənliyin kökü. Sən də bilirsən ki, tənliyin kökü x-də get x-dən yenə 4 qoydu. 4-ün kvadratı 16 üstə gəl. Bu x 4-dür deyə elə yazıram. 4 vurulsun 3a minus 1 üstə gəl a plus 4 bərabərdir 0. Vəssalam, tənliyi həll et.